Əziz və hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. 30 iyun 2025-ci il Alanya Bektaş rayonundayam və bugün sizə bəlkə də Alanyanın ən dəyərli, ən bahalı, ən keyfiyyətli villasını göstərəcəm. Bu videonu axıra kimi izləməyi unutmayın. İçərisi möhtəşəmdir. Villa Prada Villa adlanır. İtalyan adıyla adlandırılıb. Baxın, girişi qarşıdadır. Qarşıda sağ tərəfdə şlaqbaum var. Şlaqbaumla açılır. Burada cəmisi 2 villa var. Biri yuxarıda, biri aşağıda. Yuxarıdakı villa artıq satılıb, sahibi var. Və mən ilk dəfə olaraq bir mənzilin, villanın, yəni qiymətini deməyəcəm, qiyməti sonda bildirəcəm. Bəli, ilk dəfə olaraq qiymət deməyəcəm, çünki doğrudan da bura çox xərc çəkilib, çox bahalıdır. Mənzərəni zaten görürsünüz. İndi içəridə daxil olacağım. Baxın, bu ilk qapıdır. Burada qapı açılır. Ev smart sistemdir. %100 ağıllı sistemdir. Və daxil oluruq. Burada hardasa 4 maşınlıq yer var. Orada yenə də bir qapı var. Orada tam qapalı qarajdır. Ərazisi çox gözəl, yaşıllıq, landşaft. Və villanın içi doğrudan da möhtəşəm. 3+1 4 otaqlı villadır. Yəni bəlkə də insanların xəyalındakı bir villadır. Baxın, Prada Villa adlanır. Bura qapalı qarajıdır. 2 maşınlıq möhtəşəm bir villadır. İndi daxil olub göstərəcəm. Ərazisi arsa olaraq 560 kvadrat metrdir. Villanın öz daxili ərazisi isə 320 kvadrat metrdir hardasa. Burada baxın, generator, su çənləri və s. kondisionerlər buradadır. Mitsubishi markalı. Villada elə bir dizayn var ki, yəni mənim Alanya'da gördüyüm ən gözəl villadır. Bugünə kimi bunu rahat deyə bilərəm və içəri daxil oluram. Baxın. Əlbəttə, belə villanı şərhsiz də göstərmək olar, amma burada deyiləsi çox şey var. Ona görə yəni yadımda qalanların hamısını deyəcəm. Bax, böyük qapı. Burada əlavə heç bir çıxıntı şəklində heç nə yoxdur. Bura düşünün, bax, qapıdır, sanuzol açılır. Bu aşağıda olan bir sanuzoldur. Bu villa içindəki əşyalarla bərabər satılır. Başlasaq buradan, baxın, xüsusi hər yer, xüsusi tasarım, xüsusi sifarişlə verilmiş çılçıraqlar və məsələn bu nərdivanlar panda mərmərdir. Yəni inşaatdan başı çıxan adamlar bilirlər panda mərmər nə deməkdir. Yəni bundan o tərəfə gözəl mərmər ola bilməz də, yəni yoxdur. Bura salon hissədir. Kondisionerlər hamısı Mitsubishi, baxın, bu çılçıraqlar hamısı özəl sifarişdir, özəl dizayndır. Möhtəşəm bir villadan söhbət gedir. Bu inşaat şirkətinin bir dənə də inşaatı var. Orada 16 villadan ibarət. Təsəvvür edin, oradakı villalar buradan da qat-qat keyfiyyətli olmağı nəzərdə tutulub. Bura mətbəx hissədir. Hər yerdə onyx daşlardan istifadə olunub, xüsusi mərmərlərdən, qranitlərdən istifadə olunub. Baxın, arxada onyx daşlar, yəni 1 kvadratda, yəni çox bahadır normal inşaat materiallarına görə. Bura mətbəx hissədir. Bəli, burada baxırıq ki, xaladelnik, buzdolabı, yəni hardadır, soyuducu, baxın. Hamısı gizlədilib. Çölə doğru heç bir çıxıntı yoxdur. Və burada heç bir tutacaq filan yoxdur. Hamısı sadəcə toxunmaqla açılır və elektriklidir. Bu qapılar isə burada hər yerdə rəflər var, sadəcə görsənmir və hamısı da toxunmaqla açılır. Toxunursunuz, açıldı. Elektriklə. Elektrik olmasa çalışmır. Və düyməli basırsınız, özü bağlandı. Burada da hər yer, baxın, açılır, bağlanır. Yəni baxırsınız ki, heç şey yoxdur, amma burada da nə qədər rəflər var. Hər yerdə, yəni çox gözəldir. Bu çılçıraq da sifarişlə gəlib hazırlanıb. Ona görə burada deməyə çox şey var. Bu qapılar özü
Türkiyənin ən güclü, üzr istəyirəm, burada Türkiyə istehsalı bəlkə də çox az bir şey var. Hamısı İtaliya markalı və digər ölkələrdən gətirilmiş xüsusi inşaat materiallarıdır. Türkiyədən də var, amma çox az bir şey. Əsasən, hətta bu masanın üstü belə qranitdəndir, mərmərdən, xüsusi daşlardır. Çox bahalı. Ona görə bu villanı qiymətini demirik və sonda inşallah istəyənlər üçün bazarlıq olacaq, danışacağıq. Elektrikli şöminədir. Buradan isə çıxıram, yuxarı qalxmadan əvvəl çıxıram həyətinə. Həyətə də çıxdığımız zaman, baxın, bu ahşablar, taxtadan pol, yaxtalarda filan istifadə olunan ən səviyyəli materialdır. Hansı ki, ildə bir dəfə baxım elədinsə, yəni boyasını filan, hardasa 10 il, 20 il, yəni rahat istifadə edə bilirsən. Bu tərəfdə duş var. Burada manqal zonası eləmək olar. Qəşəng oturub istirahət eləmək üçün şəmsiyə. Mənzərə möhtəşəm. Hovuzu gözümüzün önündə. Bu tərəfdə şezlonglar, şəmsiyə yenə də. Və burada villanın ətrafı boyunca, buranı da göstərim, çöldən gəlirsiniz, bura giriş və burada villanın ön hissəsində yenə də taxtadan yol, birbaşa, yəni bura yaxınlaşıb mənzərəyə baxa bilirsiniz. Doğrudan da mən indiyə qədər nə qədər villalar çəkmişəm, nə qədər villalarda olmuşam, bu villa kimi tasarım, dizayn və istifadə olunan materiallar hamısı Avropadan, İtaliyadan və s. Çox bahalı bir villadır və buradan da görsədim sizə. Çöldən sadə görsənir, amma içərisi çox səviyyə, möhtəşəmdir. Burada da flamingolar, yaşıllıq, güllər, çiçəklər, hər şey zövqlə düzəldilib. İndi isə ikinci mərtəbəyə qalxacağıq, orada gözəldir, möhtəşəmdir. Və əziz dostlar, panda mərmərlərin üzəri ilə qalxırıq ikinci mərtəbəyə. Burada da hər şey möhtəşəm, gözəl, güzgülər. Belə göstərim sizə. Otaqlar bu tərəfdədir. Ora getmədən öncə buranı göstərim. Burada belə bir teras kimi yer var. Baxın. Sol tərəf və sağ tərəf. Burada da istəsəniz fitness, istəsəniz yəni hər şey kimi istifadə eləmək olar da. Yəni boş ərazidir. Kim öz fantaziyasına uyğun nə istəyirsə burada yarada bilər. İndi isə keçək yuxarıdakı 3 dənə otağımıza baxmağa. Və ən sonuncu otaq çox maraqlıdır. Əvvəlcə uşaq otaqlarına baxırıq. Belə. Hər otağın öz qardirobu və sanuzlu var. Baxın, buyurun, bura qardirob. Və qardirobun içi ilə sanuzla tərəf gedirik. Burada da hər şey göz oxşayandır, gözəldir, mükəmməldir. Baxın, materiallar filan. Səhv eləmirəmsə, bu da Versace'yə bənzəyir. Bu bir otaq. Buradan balkona çıxış var. Sonra qarşıdan çıxarıq. Sonra deməli uzun koridorla hərəkət edirik. Burada ikinci yataq otağı. Burada 2 dənə artıq ayrı-ayrı yataqlar var. Və yenə də buranın da öz qardirobu və sanuzlu. Öncə qardirob gəlir, sonra sanuzul. Bəli, baxın, sanuzun içində belə bir çılçıraq. Yəni, burada hər şey insana zövq verir, hər şey bahalı, keyfiyyətli materiallardan hazırlanıb. Yəni, belə müştərilərimiz bizim var, yəni keyfiyyətə, kalitəyə dəyər verirlər. Tam sizin üçün nəzərdə tutulmuş bir villadır.
Əlbəttə qiyməti də bu villanın ucuz deyil. İndiyə kimi göstərdiyimiz villalardan ən az 2 dəfə yüksəkdir qiyməti. Bu isə əsas otaqdır. Fikir verin, hər yerdə panoramik şüşələr, mənzərə, dəniz. Buranın da qarderobunu görsədim. Bunun sanuzlu ayrıdır. Bura əsas otaqdır, ona görə qarderobu böyükdür. Buralarda hər yerdən balkona çıxış var. Bura böyük qarderobdur. Və buranın oradan da duşu çox gözəldir. Bu jalüzləri qaldırırıq və bura duşdur. Təsəvvür edin, duş ala-ala önünüzdə Alanya'nın gözəl dağları, dənizi, hamısı gözünüzün qabağındadır. Aşağıda da hovuz. Möhtəşəm bir villadır əziz dostlar. Möhtəşəm bir villa. Buradan balkona çıxım. Balkon baxın, bütün otaqlardan, qarderoblardan balkona çıxış var. Qarşıda şlaqbaundur, daxil olursunuz. Privat ərazi. Burada da maşını park eləmək olar. Və belə. Gəldik balkona. Yaşıllıqlar, dağlar. Hər yerdə inşaat gedir. Demək, mən sizə belə deyim, o ərazilərdə mən çox villalar görmüşəm. Çox villalarda çəkmişəm, sizə göstərmişəm. Amma doğrudan da bu villa gərək haqqını verəsən, çox möhtəşəmdir, çox gözəldir. Amma biraz əvvəl inşaat şirkətinin sahibi buradaydı. Dedi ki, yuxarıda bir inşaatımız var. 16 dənə villa tikəcəyik. Bu villadan 30-40% dedi daha möhtəşəm eləməyə hazırlaşırıq. Orada da dedi qiymətlər inşaatda olduğu üçün uyğundur. Müştərilər olsa əlaqə saxlayın. Bu villalardan qat-qat dedi üstün olacaq. Belə nəzərdə tutmuşuq. Təsəvvür edin əziz dostlar. Bu mənim gördüyüm ən gözəl villalardan biridir, bəlkə də birincisidir. Və bundan da daha gözəl, 30-40% dedi, daha yüksək səviyyədə olacaq. Ona görə imkanı olanlar, belə villa xəyalı olanlar əlaqə saxlayın. Siz də belə villaya sahib ola bilərsiniz. Hər cür dəstək, kömək biz tərəfdən olacaq. Endirimdən tutmuş, hər şey. Yəni əlaqə saxlayın. İnşallah belə villaya sahib olun. Mən isə sizinlə sağollaşıram. İnşallah növbəti videolarda görüşənədək sağ olun, var olun.